Azərbaycan Harvard Universitetinin Beynəlxalq İnkişaf Mərkəzi Growth Lab İqtisadi Mürəkkəbli İndeksində 95-ci yerdə qərarlaşıb. İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynovun sözlərinə görə ölkəmiz 5 ildə 44 pillə irəliləyərək artım tempinə görə dünya üzrə lider olub. Harvard Universitetinin Growth Lab Beynəlxalq İnkişaf Mərkəzi ölkələrin iqtisadi mürəkkəblik indeksinin qiymətləndirildiyi növbəti hesabatını açıqlayıb. Ölkəmiz bu indeksdə ən yüksək artım dinamikası nümayiş etdirib. 2018-23-cü illərin göstəricilərinə nəzər salsaq, ölkəmiz 5 ildə 44 pillə irəliləyərək 95-ci yerdə qərarlaşıb. Əlbəttə, Azərbaycan reytingdə belə dinamik yüksəlişə iqtisadi şaxələndirmə, yeni istehsal sahələrinin yaradılması, investisiya mühitinin təkmilləşdirilməsi, qeyri-neft-qaz emal sənaye məhsullarının həcminin və çeşidinin artırılması və xüsusilə sənaye parklarının səmərəli fəaliyyəti ilə ixrac potensialının genişləndirilməsi nəticəsində nail olub. Growth Lab analitikləri vurğulayıblar ki, sənaye parklarına yatırılan investisiyalar şaxələnmək üçün yeni imkanlar yaradır. Xüsusilə bu baxımdan Sumqayıt kimi sənaye parkını qeyd etmək olar. Bugün parkda istehsal olunan rəqabət qabiliyyətli qeyri-neft məhsulları ixracın əlbəttə ki, çeşidini artırmış olur. İqtisadi mürəkkəblik indeksi ölkələrin iqtisadiyyatlarının şaxələnməsi, yüksək əlavə dəyər yaratması və məhsulların istehsalında bilik və bacarıq tutumunun, biz buna know-howlar da deyirik, səviyyəsi baxımından mürəkkəbliyi ölçür. İqtisadi mürəkkəblik indeksindən qlobal ticarət dinamikası ölkələrin gələcək iqtisadi artım potensialını proqnozlaşdırmaq üçün istifadə olunur. Bu isə hökumətlərin iqtisadi inkişaf strategiyalarının formalaşdırılmasında yardımcı olur.